İndi isə məsələlərinin ikinci hissəsini izah edim. Biz digər iki xassəni dedik əvvəlki videomuzda. İndi isə yerdə qalan xassələri deyək. Üçüncü, məhlula maddə əlavə etmək. Bu zaman həm məhluldakı maddənin miqdarı, həm də məhlulun miqdarı artır. Bu dediyimiz qaydanı məsələ üzərində izah edək. Tutaq ki, belə bir məsələ verilmişdir. Deyir ki, 300 qram 20% şəkər məhluluna nə qədər şəkər əlavə etmək lazımdır ki, 25%li məhlul alınsın. İlk öncə verilmiş məhlulda şəkərin və suyun miqdarını tapaq. 300-ün 20%-in tapaq, 300-ü vuraq 20-yə, bölək 100-ə. Deməli, olacaq 60 qram şəkər. 300-dən də çıxaq 60-ı, olacaq 200 qram su. Nə qədər şəkər əlavə etmək lazımdır, deyir. Bilmirik nə qədər şəkər əlavə etmək lazımdır. Tutaq ki, x qədər şəkər əlavə edirəm. Şəkərin üzərinə x qədər şəkəri gəldim. Bu zaman məhlulun da miqdarı artır deyə 300-ün də üzərinə x gəldim. Yeni məhlulum olacaq 300 üstə gəl x. Maddəm isə olacaq 60 plus x. Onda düsturumuzu tətbiq etsək, 60 plus x-i böləcəm 300 plus x-ə, vuracam 100-ə, bərabər olmalıdır. Bizdə deyir ki, 25%li məhlul alınsın, 25-ə. Həll etsək, 60 üstə gəl x bölünsün 300 üstə gəl x bərabərdir, 25 bölünsün 100 olar. 25-i 25-ə xəsar etsən 1, 125-ə 4. Çarpaz vursan, 4 vurulsun 60 üstə gəl x bərabərdir, 300 üstə gəl x-ə. Deməli, 4-ü 60-a vursam 240, üstə gəl 4x bərabərdir 300, üstə gəl x-ə. Məhsulları bir tərəfə, mənimləri bir tərəfə yıxsam, 4x çıx x bərabərdir 300, çıx 240-a. 3x bərabərdir 60, buradan da x bərabər olacaq 60 böl 3, yəni 20-yə. Deməli, 20 qram şəkər əlavə etmək lazımdır. Verilmiş məsələni praktik üsulla həll edək. 300 qram 20% deyir. Ona görə 300-ü vururam 20-yə. Tutaq ki, x qədər şəkər əlavə edirəm. Dedik ki, maddə 100%-dir. Ona görə x-i vuracam 100-ə. Bərabər olmalıdır. Yeni məhlulum 300 üstə gəl x olacaq. Vurulsun 25%. Çünki 25% məhlul alınsın deyir. 6000 üstə gəl 100x bərabərdir 7500, 300-ü vururam 25-ə, digər x-i vururam 25-ə, 25x. Məhsulları sol tərəfə, mənimləri sağ tərəfə yıxsaq, 100x çıx 25x bərabərdir 7500 çıx 6000. 75x bərabərdir 1500, buradan da x bərabərdir 1500 bölünsün 75. Yəni x bərabər olacaq 20 qram. Deməli, 20 qram şəkər əlavə etmək lazımdır. Verilmiş qaydaya uyğun ev tapşırığı budur. Deyir ki, 50 litr 10%li yod məhluluna nə qədər yod əlavə etmək lazımdır ki, 25%li yod məhlulu alınsın. Nümunələri, yəni ev tapşırıqlarını həll edərsiniz, yorumlarda yazarsınız, cavablandıracaq. Keçək növbəti xassəyə. Növbəti xassə adlanır 2 məhlulun qarışığı. Bu zaman həm hər iki məhluldakı maddələrin miqdarı, həm də məhlulların miqdarı toplanır. Məsələyə baxaq. Deyir ki, 20%li 70 qram duz məhlulu ilə 40%li 30 qram duz məhlulu qarışdırıldıqda neçə faizli məhlul alınır? Əvvəlcə hər bir məhlulda duzun və suyun miqdarını tapaq. 70 qram 20%li deyir. Deməli, 70-in 20%-ni tapaq. 14 qram duz. 70-dən də 14 çıxsaq, 56 qram su var. Digər məhlula baxaq. 30 qram məhluldur. Demək, 30-un 40%-ni tapacağıq. 12 qram duz burada var. 30-dan 12 çıxsam, 18 qram su var. Dedik ki, həm maddənin miqdarları toplanır, həm də məhlulların miqdarı toplanır. Ona görə bizim maddəmiz olacaq 14 üstə gəl 12, yəni 26 qram olacaq. Məhlul isə, yeni məhlulumuz isə 70 üstə gəl 30, yəni 100 qram olacaq. Onda düsturumuzu tətbiq etsək,
26 bölünsün 100 vurulsun 100%. Bərabər olacaq 26%. Deməli 26%li məhlul alınır. Keçək. Deməli bu verilmiş məsələni praktik üsulla həll edək. 70 qram 20% dediyinə görə 70-i vuracam 20-yə. Qarışdırılır deyə məhlullar üzərinə gələcəm. 30-u vuracam 40-a. Bərabərdir. Yeni məhlulun kütləsi 70 üstə gəl 30. Faizi isə x olsun. Onda 1400 üstə gəl 1200 bərabərdir 100x alaram. 2600 bərabərdir 100x. Buradan da x bərabərdir 2600 bölünsün 100. Yəni x bərabər olacaq 26%. Keçək növbəti tapşırığımıza, ev tapşırığımıza. Ev tapşırığı budur. 10%li 40 litr yod məhlulu ilə 4%li 80 litr yod məhlulunu qarışdırdıqda neçə faizli məhlul alınır? Siz həll edib yorumlarda yazarsınız. Digər xassiyyə keçək, məhluldan məhlul götürülmə. Bu zaman götürülən məhluldakı maddənin faizlə miqdarı verilmiş məhluldakı maddənin faizlə miqdarına bərabərdir. Bu nə deməkdir? Tutaq ki, deyək ki, 300 qram 20% məhluldan deyək ki, 100 qram götürmüşəm. Götürdüyüm o 100 qram məhlulda da maddənin faizlə göstəricisi 300 qram 20% dediyimə görə 20% olacaq. İndi məsələyə baxaq. 500 qram 60% spirt məhlulunun 20% götürülərək yerinə həmin miqdarda su əlavə edilir. Alınan məhlulda spirtin faiz miqdarını tapın. İlk öncə 500-ün 20%-ni tapaq. 500-ü vuraq 20-yə, bölək 100-ə. 5. 100 qram deməli biz məhlul götürürük. Deməli götürdüyümüz məhlul neçə faiz olacaq? 100 qram 60%. Çünki verilən məhlul 60%li idi. Deyir ki, 100 qram götürülüb. Deməli 500-dən çıxacam 100-ü. Sonra həmin miqdarda, yəni 100 qram su əlavə olunur. Onda yenə məhlulun miqdarı 500 qram olur. Hər bir həm götürdüyümüzdə, həm də verilmiş məhlulda spirtlə suyun miqdarını tapaq. 500-ün 60%-i tapaq. Deməli 300 qram spirt burada var. 500-dən çıxsaq 300. 200 qram su da burada var. 100 qram 60%-i məhlulda. 100-ün 60%-i. Deməli 60 qram spirt burada var. 100 çıxılsın 60, 40 qram da su burada. Dedik ki, məhluldan məhlul götürmüşəmsə, onda məhluldakı maddənin miqdarı azalacaq. Əgər verilmiş məhlulda 300 qram maddə spirt var idi, 60 qramını götürmüşəmsə, onda spirtin miqdarı 300 çıxılsın 60, yəni 240 qram olacaq. Məhlul isə 500 qram oldu. Onda düsturumuzu tətbiq etsək, 240 bölünsün 500 vur 100%. 100 ilə 500 ixtisar edir, cavab olacaq 48%. Deməli 48%-li məhlul alınır. Bu qaydaya aid ev tapşırığımız bu cürdür. 60 qram 30% duz məhlulunun 25% götürülüb, yerinə həmin miqdarda su əlavə olundu, neçə faizli məhlul alındı. Ev tapşırıqlarını həll edərsiniz, yorumlarda yazarsınız, cavablandıracağam. Sağ olun, hər birinizə uğurlar.